Suraxanı rayonu Əmircan qəsəbə sakinləri öz yaxınlarının məzarına yaxınlaşa bilmirlər. Elə kənardan dayanıb dua oxuyub gedirlər. Hətta bəziləri qəbirstanlığa girməkdən çəkinir. Bunun səbəbi nədir? Növbəti sujetdən biləcəyik. Suraxanı rayonu Əmircan kənd qəbirstanlığındayıq. Burada qəbirstanlığın ərazisi baxımsız bir vəziyyətdədir. Demək olar ki, qəbirstanlıqda bütün ərazini ot basıb, heç addım atıb qəbirstanlığın içərisinə doğru belə getmək mümkün deyil. Bəzi sakinlər elə bizim kimi sadəcə gəlib kənardan durub öz yaxınlarının məzarını ziyarət edib gedir. Bəziləri isə qəbri görmək üçün əraziyə daxil olmaq istəyir ki, bu zamanda ilan sancma hadisəsi hər an baş verə bilər. İş o yerə çatıb ki, ərazidə bir dənə də olsun mollaya belə rast gəlmək mümkün deyil. Çünki mövcud vəziyyətlə əlaqədar yaxınlarını ziyarət edənlərin sayı azalıb. Sabahda atamın ölən günü deyil. Məsəl üçün, mən indi atamın qəbrini ziyarət eləyə bilmirəm. Yəni, burada ilan da ola bilər, əqrəb, indi bu dəqiqə ilana oyanan vaxtıdır. Nə qədər qəbirlər var, yəni yiyələri gəlib keçməyə yol yoxdur. Ona görə də baxa bilmirlər. Burada yoldaşımın qəbri var. Bura yenə bir təhəri keçmək olur. Qaynanam buradadır, yoldaşım buradadır. Bir təhəri keçirəm da. Amma o tərəfə keçə bilmirəm. Mən necə keçim o tərəfə? Gəlirik, buradan baxırıq, elə buradan da ağlayıb çıxıb gedirik. Yaxın gedirsən, ilanlar oradan bura qaçırlar. Məsələ ilə bağlı Əmircan bələdiyyəsinə müraciət etdik. Bildirildi ki, qəbirstanlığın vəziyyətindən xəbərdardılar. Ancaq kənd ərazisində bir neçə qəbirstanlıqda da eyni hal müşahidə olunur. Bələdiyyənin işçi heyəti az olduğundan qəbirstanlıqlardakı otlar mərhələli şəkildə təmizlənir. Yaxın vaxtlarda sözü gedən qəbirstanlıq da təmizlənəcək. Əkbər Əlizadə, Amil Əliyev, Məhəmməd Hacızadə, ATV Xəbər.